Zəngəzur dəhlizində işlər bu vaxt başlayacaq. Texniki şərtlər belə olacaq. Son dəqiqə, İrəvan çalxalanır. Rusiya helikopteri havada PUA ilə vuruldu. Qəfil ölən əməkdar artistin həyatı, polkovnik vəzifəsi. İctimai nəqliyyatda qiymətlər artdı. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən açıqlama. Paşinyanın BMT-dəki çıxışını Prezident İlham Əliyevin sülh ritorikasının davamı kimi də görmək olar. Azərbaycan Prezidenti Baş Assambleyada çıxış edərkən Cənubi Qafqazda dayanıqlı sülhün artıq bərqərar olduğunu, bunun üçün Amerika Birləşmiş Ştatları administrasiyasının böyük iş gördüyünü vurğuladı. Məhz avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşmalar burada əsas meyar kimi qəbul edilib. Sözsüz ki, Azərbaycanın hərbi və diplomatik qələbə qazandığı BMT tribunasından bir daha diqqətə çatdırıldı. Məhz bu tezislərin davamı olaraq Ermənistanın baş naziri çıxıb orada başqa bir ritorika səsləndirə bilməzdi. Bunu Teleqrafa açıqlamasında Real Partiyasının sədri Natiq Cəfərli, Ermənistanın baş naziri Nikol Paşinyanın BMT tribunasından konstitusiya islahatları və digər mövzulara aid bəyanatlarını şərh edərkən deyib. O vurğulayıb ki, BMT tribunasından qalıcı sülh, kommunikasiya xətlərinin açılması kimi ifadələr dünya ictimaiyyəti qarşısında bəyan edildi. Ermənistanla Azərbaycan arasında sülhün ümumiyyətlə bölgə üçün çox vacib olduğu Paşinyan tərəfindən də vurğulandı. Azərbaycan prezidenti ondan əvvəl bölgədə sülhün bərqərar olmasını, kommunikasiyaların açılmasının vacibliyini bəyan etmişdi. Partiya sədri Zəngəzur dəhlizinin öz adı ilə çağırılmasına erməni tərəfinin narahatlığına da münasibət bildirib. Sözsüz ki, Ermənistan tərəfi dəhlizin və yaxud marşrutun adını fərqli formada adlandıra bilər. Bunun prinsipial əhəmiyyəti yoxdur. Zəngəzur yolu adlandırılırsa da bunun prosesə heç bir təsiri olmayacaq. Ona görə də yaxın zamanlarda Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin texniki əsaslandırılması və əməli fəaliyyətə başlanması üçün də artıq müəyyən addımlar atılacaq. Azərbaycan tərəfindən bu istiqamətdə işlər görülüb. 2026-cı ilin ortalarına qədər Azərbaycan tərəfindən Ağbənd qəsəbəsinə qədər olan dəmir və avtomobil yolunun çəkilişləri yekunlaşacaq. Bununla da marşrutun Azərbaycan tərəfindən olan hissəsində bütün işlər başa çatacaq. Gələn ilin yanvarından Naxçıvandan dəmir yolu şəbəkəsinin yenidən qurulmasına başlanılır. Bunun üçün artıq vəsait ayrılıb. Həmçinin beynəlxalq donorlarla da müəyyən anlaşmalar mövcuddur. Dəhlizin nə vaxt açılacağına gəlincə, Natiq Cəfərli Amerika Birləşmiş Ştatları administrasiyasının bu yolun çəkilişlərinin uzanmasında maraqlı olmadığını vurğulayıb. Vaşinqtonla İrəvan arasında bu mövzu ilə bağlı müzakirələr davam edir. Artıq Amerika nümayəndələri Ermənistana səfər edərək bu marşrutun açılması şərtlərini müzakirə ediblər. Çox güman ki, gələn ilin əvvəlindən Ermənistan ərazisində də yolun tikintisi ilə bağlı müəyyən işlər görüləcək. Artıq erməni tərəfində yolun texniki sənədlərinin hazırlanması üçün müəyyən addımlar atılır. Busa prosesin yubanmadan davam edəcəyini söyləməyə əsas verir. Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında vəziyyət gərginləşib. Müsavat.com erməni mediasına istinadən xəbər verir ki, 44 günlük müharibədə itkin düşən əskərlərin valideynləri etiraz aksiyası keçirərək Nazirliyin qapılarını bağlayıblar və binadan heç kəsi buraxmırlar. Qapı açılmayacaq, övladlarımızı qaytarın, onda açarıq, deyə valideynlərdən biri bildirib. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Valideynlərdən biri polis əməkdaşlarını görərkən baş qərargah rəhbərliyini nəzərdə tutaraq qoy gəlsinlər və cavab versinlər deyib. Polis Müdafiə Nazirliyinin girişini açmağa çalışıb. Bu zaman valideynlərlə hüquq mühafizə orqanları arasında əlbəyaxa dava düşüb. Lakin valideynlər geri çəkilməyiblər. Rusiya ordusunun Mi-28 helikopteri dron vasitəsilə vurulub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin PUA komandiri Robert Brovdi özünün Telegram kanalında məlumat verib.
Mi-28 helikopteri 59-cu PUA briqadasının hərbçiləri tərəfindən vurularaq məhv edilib. Brovdi bildirib. Bugün əməkdar artist Cabir İmanov dünyasını dəyişib. Cabir Qorxmazoğlu İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. Atası Amiyanın müxbir üzvü, iqtisad elmləri doktoru Qorxmaz İmanov, babası isə məşhur xalq artisti, bəstəkar Süleyman Əskərovdur. O 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997-98-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək polis polkovnik leytenantı rütbəsinə qədər yüksəlib. DDX Mədəniyyət Mərkəzinin rəisi idi. 1992-2001-ci illərdə Parni iz Baku KVN komandasının üzvü olub. 2001-ci ildən Planet Parni iz Baku KVN teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixində Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixində Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə tərəqqi medalı ilə təltif olunub. Ailəli idi, 4 övladı var. O, aktyor Tahir İmanovun qardaşıdır. Ölkənin sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədi ilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir. Azərbaycanda avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edilib. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili, qəsəbələr arası və şəhər ətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi 60 qəpik olub. Bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.